Elə başlayaq bunların bu cür aktiv və geniş miqyaslı propagandasının effekt verməsinə. Niyə bu effekt verir? Niyə buna Türkiyədə bir sürü insan inanır? Kuzey Azərbaycanda bir sürü insan inanır. Başa düşürəm, savadsiz insanlar da var, amma bir qismdə molla başdır, onu da başa düşürəm, İrana işləyir, Sepaha işləyir, onun puluna işləyir və s. və ilə. Amma sadə insanlar var ki, onlar da inanır. Əvvəl buna bir münasibət bildirək. Çox xoş gördük sizi, Sayın Şöhrət bəy, dəyərli millətimiz. Bu çox ciddi məsələdir ki, siz bu məsələni gündəmə gətirirsiniz. O televizyon səviyyəsində və digər yerlərdə təbii ki, bu danışılmalıdır. İran adlanan ölkənin o ideolojiləşdirilmiş bir yapılanması var. Bunun dinlə, məzhəblə heç bir əlaqəsi yoxdur. Amma iş elə gəlib ki, özəlliklə Şiə məzhəbində olan insanlar bunu özlərinə bir məzhəb anlayışları çərçivəsində bir ölkə kimi görürlər və o rejimin o mahiyyətinə varmırlar ki, bu rejimin mahiyyətində ümumiyyətlə Şiə amili necə formalaşıbdır və məqsədləri nədir? O məqsədlərə çatmaq üçün də hansı usullardan istifadə edir və o usullar nə qədər o İslami dəyərlərlə üst-üstə düşür. Çünki meyar əgər Qurandırsa, məsələn, dini baxışda, meyar əgər Peyğəmbərdirsə, meyar əgər əxlaqdırsa, dinin mahiyyətində əxlaq var. Dinin mahiyyətində əxlaqi dəyərlər var və o əxlaqi dəyərlərin də insanları kamilləşdirmə sürəcindən keçən bir dəyərdir. Yəni, hətta Quranın özündə siz görsəz, mərhələli Tanrının insanlara müraciəti var. İndi biriləri əgər bu, deyək ki, dinə inanırsa, onu ən azı anlamalıdır ki, məsələn, deyək ki, Quranda birinci olaraq insanlara, ey insanlar, ya əyyuhənnas, ey siz yaratdıqlarım, ey insanlar. Ondan sonra olar ki, biraz mərhələləri soğuşurlar, müəyyən o dini bir inanç sistemində formalaşırlar. Onlara deyir ki, ya eyyühəl-ləzinə amənu, ey iman gətirənlər. Sonra ona keçir. Sonra ondan sonraki mərhələlər var. Deyir ki, ey, məsələn, deyək ki, möminlər. Ya eyyühəl-ləzinə muminun vəl-muminat. Ey mömin qadınlar, ey mömin kişilər. Və belə mərhələli şəkildə o dini müraciətlər, Tanrının ayələrdə, o surələrdəki müraciətlər insanların o dini inancına görə, o mərhələləri keçdiklərinə görə o inanclarının formalaşması, kamilləşməsi əsasında onlara müraciət olunur. Yəni, Peyğəmbərin özü belə o insanları dinə dəvət edəndə zorluqlarla qarşılaşırdı və deyək ki, onlara o məhəbbət edirdi. Məsələn, deyilənlər, indi mən biraz bu şeyləri müqəddəmə olaraq deyəcəyəm, keçəcəyəm. Bu, məsələn, deyək ki, Peyğəmbər deyir, hansısa küçədən keçəndə bir qadın ona hər zaman söyüş verirmiş, təhqir eləyirmiş, onu daşlayırmış və s. Bir neçə müddətdən sonra Peyğəmbər görür ki, bu qadından xəbər yoxdur. Soruşub ki, bəs belə bir adam var idi, gündə məni daşlayırdı, söyüş söyürdü, məni təhqir eləyirdi. O hardadır? Deyirlər ki, ya Peyğəmbər, xəstələnibdir. Deyib, o zaman mən onun bir görüşünə gedim, o hal-əhvalını soruşum. Gedir onun görüşünə, onunla oturur, deyir ki, bəs narahat qaldım, sən məni daşlamadın, söyüş söymədin, mənə o deyir, təhqirli sözlər demədin. Yəni, Peyğəmbərin o insanları dinə gətirmə, imana gətirmə, bu əxlaq üzərindən olub. Peyğəmbərin adı Məhəmməd Əmin olubdur, əmanətdar Məhəmməd olubdur. Yalan deməyən, əmin, yəni hamı ona inanan, onun o, necə deyərlər, əxlaqi dəyərlərinə inanan. Dinin mahiyyətində də bu da İslamdır da. İslam yəni təslimlik. Nəyə təslimlik? Ya o insanlığa təslimlik.
Zorakılığa yox, zorbalığa yox. Dinin mahiyyətində əgər zorakılıq varsa, mahiyyətində terror varsa, mahiyyətində öldürmə varsa, bilin ki, bu din deyil. Din, ümumiyyətlə kökündən yanlış anlaşıldı. Güya deyirlər cihad var, falan var. Bunun baxın, o mahiyyətində ola bilməz ki, Tanrı insanları yaradanda desin ki, mən sizi öz ixtiyarınıza bıraxdım. Siz özünüz o necə deyirlər, gələcək taleyinizi özünüz müəyyənləşdirəcəksiniz və kimsə buna toxuna bilməz, mən belə. Belə olan halda ona gəlib zorakılıqla sən deyəsən, bunu et, bunu etmə məsələsi artıq o din sayılmır. Amma şiəçilik, Fars şiəçiliyində bunun mahiyyəti terrordur. Bu elə belə düzəlməyibdir, bunu düzəldiblər. Bu düzəlmə də Katolik kilisədə gedin, oxuyun, tarixə baxın. O tarixdə vardı, necə formalaşdırdılar, ümumiyyətlə o bölgədə dini, yəni İslam xəlifəsi və yaxud İslamın o getdikcə genişlənməsi, Avropaya qədər gəlməsi, onun artıq güclü bir o ideolojisi, o deyək ki, futuh deyirlər də, yəni bir çox yerləri, bir çox əraziləri ələ keçirtmişdilər və din getdikcə o İslam dini güclənirdi. Bu isə Xristianlıq üçün böyük bir təhlükə sayılırdı və bunun zəiflədilməsinin bir yolu da onu parçalamaq idi. O parçalanma yolunda deyək ki, o vaxt ki, ərəblərə nifrət edən toplumların içində formalaşdırılması gerekirdi ki, o zaman deyilənlərə görə ki, o Sasanilər ki, ərəblərdən o çox acıqları gedirdi, zəhlələri gedirdi. Yavaş-yavaş onların içində işlədilər, deyək ki, Ömərin terror olunması, öldürülməsi, onun birbaşa bir Katolik kilisə tərəfindən görevlendirilmiş adam idi. O Firuza getdi, dedi, sən get Ömərin sarayında işlə, orada o deyək ki, əminliyi qazan və sonra da bu terroru həyata keçir. Sözümün canı o ki, o Şahnamədə ki, ərəblərə nifrət, türklərə nifrət var. Türklərə nifrət niyədir? Ona görə ki, türklər o zaman ordu düzənində, ordu qurmaq, savaşlarda iştirak eləmək və bir çox deyək ki, xəlifələr və yaxud o vaxtki güclü deyək ki, kimlərsə var imiş ki, savaşa adam lazım imiş. Bu türklər əskərlər göndərirdilər, savaşırdılar. Ona görə o nifrətin bir tərəfi o tərəfdəndir. Ərəblərə nifrət isə bu din məsələsidir ki, niyə dininizi bizə zorla gətirdiniz və onu təbii ki, dini dinlə yıxmaq siyasəti kimi bu Fars şiəçiliyini də bu günümüzə gətirdilər və sizin dediyiniz ki, bu mahiyyətdə propagandanın aparılması, yəni güya ki, bir İslam dəyərlərini bu Fars molla şiəçiliyi qoruyur və o dəyərlərin dəstəklənməsi vacibdir. Hər şeydən önəmli odur. Halbuki İslam dünyasında təfrəqənin yaranması, o deyir, bir-birinə qarşı savaşların aparılması və bir çox görürsünüz, deyil, bu günümüzdə yəni ən çox Körfəz ərəb dövlətləri, hamısı müsəlmandır. Məkkə kimi bir o deyir, yer olan Ərəbistana bunlar füzə göndərirlərsə, bunların o Allaha, imana, dinə, Qurana, Peyğəmbərə münasibətləri bəllidir. Sadəcə bu, necə deyərlər, vahid ideoloji çərçivəsində, şiəçilik üzərində bir cəmiyyətin formalaşdırılması siyasəti sadəcə İran adlanan ölkənin o siyasi coğrafiyasında tətbiq olunmur. Bu həm də bölgə dövlətlərində, deyək ki, məsələn, Türkiyədə ən çox sünni, belə deyək də, inanclı insanlar yaşamasına baxmayaraq, oradakı Ələviləri belə özlərinə tabe eləmək üçün, o şiəçiliyə tabe eləmək üçün bir sıra onların da nifrət elədiyi məqamlardan, məsələn, Amerikaya nifrət eləyirlər, İsrailə nifrət eləyirlər, Yahudilərə nifrət eləyirlər. O nifrəti də bu ideolojiyə birləşdirə bilirlər
və onun üzərindən təbliğatlar aparırlar. Görürsünüz elə istəyirsən ağzı açıb bir söz deyəsən, deyir Epsteinə bax. Deyən yoxdur, Epsteindən əvvəl sən gəl bu mollaların özünə bir bax. Gör mollalar nə iş görür. Heç o mollaları sən niyə demir? Əgər doğrudan imandan danışırsan, əxlaqdan danışırsan, dini dəyərlərdən danışırsansa, o zaman bir mollanın məsciddə 11-12 yaşında oğlan uşaqlarına necə təcavüz elədiyini, öz aralarında bir-birindən necə təcavüz eləyir, hamısının videosu var, ha? Bilirəm, sizin sosial medyada hamısı var. Mən görürəm, mən maraqlı. Mən onları yayıram ki, insanlar, baxın, biz insanlar dini inanc adı altında şirklə məşğuldur. Yəni, əgər inanc sistemindən danışırıq. Dini inanc adı altında şeytana xidmət edirlər, iblisə xidmət edirlər. Bugün, o deyir, iblis Fars molla rejimidir. İnanın bu belədir. Baxın, 47 il baş örtüyünə görə. Saçın görünür deyə. Nə bilim, hətta oğlan uşaqları, məsələn, qısa qollu köynək geyib deyə işə almadılar, küçədə incitdilər, maşınlara mindirib, aparıb saatlarla polis mərkəzlərində saxladılar. Onların dilindən o deyir, iltizam aldılar ki, bir də bu deyək ki, köynəyi bu formada geymək. Rəngli köynək belə geymək mümkün deyildi. Ya gərək qara rəngdə olardı, ya elə bir rəngdəki, yəni da heç nə də o insanlıqdan çıxırdı. Yəni indi gətiriblər bütün bu macəraların hamısını birləşdiriblər vahid ideologiya əsasında Fars və şiəçiliyə söykənən və mahiyyəti terror olan, baxın, görürsünüz də, yəni İran bu günləri Amerika ilə danışdığı aparır, deyir ki, Livanda ateşkəs olmasa bu məsələ olmaz, Husilər belə gəldi, filan kəslər belə. Yəni bu o terror mahiyyətini istənilən formada saxlayır və çox təəssüf ki, sizin də qeyd etdiyiniz kimi o dindən xəbərsiz olan, ümumiyyətlə dini inanc sisteminin bu necə formalaşdığından xəbərsiz olan, onun mahiyyəti, missiyası nədir, dinin mahiyyəti və missiyası. Hamısından xəbərsiz olan elə bilir ki, məsələn, hər şey Fars molla rejiminə bağlıdır, onun təbliğindən bağlıdır. Onlar olmasa din də yoxdur. Sadiq bəy, bunların ən çox təbliğ elədikləri güya İran xalqının həmrəyliyidir. Müharibədəki həmrəyliyi, rejimi dəstəkləyirlər, rejim uğrunda canlarını verməyə hazırdılar. Halbuki müharibədə başlamamışda Trumpa müraciət edirlər ki, daha tez vur. Hətta müharibə gedən ərəfədə mən Güney Azərbaycandan bəzi ailələrlə söhbət elədim, Sadiq bəy. İnandırım çoxsu, bəlkə də 3 nəfərlə danışmışdım. Əksəriyyəti dedi ki, elə gözləyirik ki, vursunlar, gözləyirik ki, vursunlar. Yəni, həmrəlik adından obyektiv müraciət elədiyim şəxslərin obyektiv xarakteri, fikirlərində həmrəlik adına bir söz yox idi. Mən istəyərəm bu istiqamətdə toxunasınız. Şöhrət bəy, baxın, həmrəylik deyəndə indi bizim güneydə daha çox başa düşülsün deyə dayanışma deyək. Bu dayanışma, bilirsiniz, bunun əsasında ortaq dəyərlər olmalıdır, ortaq məqsədlər olmalıdır və o ortaq dəyər və məqsədlərdə insanlar hiss eləməlidir ki, doğrudan da onların o birlikdə, bərabərlikdə, ortaqlıqda bir dayanışma göstərsələr, o hamının xeyrinə olacaq. İndi gəlin İran adlanan ölkənin mahiyyətinə baxaq. Hansı sahədə bir ortaq dəyərin, ortaq məqsədin mövcudluğuna biz şahidik? Deyək ki, sosial ədalətdə ədalətli bir rejim varmı? Deyək ki, ədalətli bir rejimdir, biz də ədalət tərəfdarıyıq. O deyir, ayrı seçkilik məsələsinə baxırsınız, görürsünüz ki, orada necə ayrı seçkilik bir siyasəti aparılır və elə onun da bir tərəfi gəlir yenə o ideolojiya. Yəni, bunun ana yasasında Fars şiəçiliyi əsas məsələdir və siz düşünün, deyək ki, orada Bəluçlar var, Azərbaycan türklərinin hətta bir hissəsi, Kürdlərin bir hissəsi, bunlar sünni məzhəblilərdir. Bunlara divan tuturlar, bunların anasını ağladılar, bunları heç bir o siyasi, deyək ki, əskəri
belə deyək də, məsələn, məqama çatmaq, bir vəzifədə xidmət eləməsinə imkan yaradılmır. Çünki məzhəbi şiə deyil. Əgər şiə ancaq gərək şiə olasan ki, məsələn deyək ki, müəyyən o vəzifələrə səni seçələr, qoyalar. Məsələn, prezident olmaq üçün orada bir sünni məzhəbli mümkün deyil namzədliyini irəli sürsün. Yəni, belə bir halda biz baxırıq, görürük ki, o ortaq dəyərlər və yaxud ortaq məqsədlər məsələsində heç bir halda bir ədalətli sistem yoxdur ki, deyəsən ki, yaxşı, belə bir sistem var və bu sistem o dayanışma əsasında legitimləşdirilibdir. O dayanışma əsasında formalaşdırılıbdır və legitimdir. Hamının haqqı, hüquqları orada təmin olunur. Yəni, həmrəylik deyəndə, yəni, mənim də, sizin də, digərlərin də inanclarından, dini mənsubiyyətindən, etnik mənsubiyyətindən, milli mənsubiyyətindən, kültürel mənsubiyyətindən asılı olmayaraq, ortaq bir çatıda, bir dayanışma içində bir, deyək ki, dövlətdir də. Məsələn, bir dövlətin vətəndaşı, bir dövlətin o toplumu, cəmiyyəti sayılmaq. Amma orada nə var? Siz əgər, məsələn, İranlı olmaq istəyirsinizsə, gərək Azərbaycanlı, Türk olduğunuzu unudasınız. Buna qarşı çıxasınız həm də. Tək unutmaqla bitirmirlər. Deyir ki, sən istəyirsən İranlı olasan, birinci Türkü məsxərə eləyəcəksən, Türkə güləcəksən, Türkü aşağılayacaqsan, Türkün tarixini boş verəcəksən, Türkü ağılsız, Türkü düşünməyən varlıq kimi görəcəksən. Onu insani keyfiyyətlərdən aşağılayıb heyvani keyfiyyət üzərindən onunla münasibətin olmalıdır. Onu elədin, sonra gəlirsən, çıxırsan Azərbaycana. Azərbaycan da deyəndə deyirsən ki, şüarda Azərbaycan oyaqdır, inqilaba dayaqdır. Azərbaycan da belə getdi mi? Baxın ha, o işin mahiyyətini. Bunu da belə aparandan sonra indi gəlib İranlı olacaq. İranlı olmaq üçün indi o dili unudacaqsan. O dili danışmayacaqsan. O dildə ümumiyyətlə heç bir şey tələb eləməyəcəksən. Farsçılıq əsasında gələcəksən, özü bir İranlı kimi təqdim edəcəksən. Ondan sonra hər şey getdi mi? Baxın, bunlar sizdən dayanışma, sizdən həmrəylik istəyəndə hər şeyinizi alır. Sizin ortaq dəyərlərinizə sahib çıxmaq fikrində deyil. Ortaq dəyərlərinizə hörmət eləmək fikrində deyil. Ortaq dəyərlərinizə həmrəylik göstərmək, dayanışma göstərmək, onun varlığını qorumaq. Məsələn, Azərbaycanda biz şüar verirlər də, Güney Azərbaycan. Deyir ki, sən çağırsan gələrəm mən, sən yaşa Azərbaycan. Düzdürmü? Biz orada belə deyirlər. Eyb yoxdur, ölərəm mən, sən yaşa Azərbaycan. Baxın, görün, biz nə qədər bu şüarı o millətimizin dilinə salmaq üçün hesab əziyyət çəkibdir bizim insanlarımız, zindanlara düşübdür, həbslər çəkib, təhqirlər olunub, aşağılanıbdır. Qəzetlərdə, jurnallarda, radiolarda, televizyonlarda bizi aşağılamaq üçün, bizi süpürgəçi kimi, bizi dil bilməz, məram bilməz, mərifət bilməz, yol bilməz kimi. İndi orada yaşayan əhalinin 30%, 40%, 50% hər nədirsə Azərbaycan türküdür. Bununla necə özünü həmrəy göstərə bilir? Baxın, imkan vermirlər ona. İndi bu günləri onların iddia elədiyi o nağıllar ki, həmrəylik var. Bu həmrəyliyin oluşturulması üçün bunların heç vaxt çabası olmuyor. Sünnilərlə necə həmrəy ola bilər ki, sünniyə bir dənə məscid imkanı vermirsən. Getdin Bəluçistandakı insana baxırsan, onun şəxsiyyət vəsiqəsi yox deyə, öz kimliyini bilmir, adını belə bilmir. Hələ də ayaqyalındır. Televizyon nədir bilməyənlər var. Televizyon nədir bilməyənlər. Ondan nə həmrəylik gözləyəcəksin? Ərəblərin neftini, milyard ərəb neftidir də, heç kimin deyir, ancaq onlarındır. Onların neftini satasan, onları əsir yesir eləyəsən, varını yoxunu əlindən alırsan, səsi də çıxanda ağzından vurasan, onların şəhərlərini
demografik, o etnik yapılanmasını dəyişəsən, başqalarını ora gətirəsən, yerləşdirəsən və sonra da deyəsən sənin heç bir haqqın yoxdur. Bundan nə həmrəylik gözləyə bilərsən? Və yaxud başqa formalarda elə lorları, bəxtiyarları aşağılayasan, ancaq elə onlar ayaqyalın, baş açıq, ata minən, atdan düşən, qoyun sürüsünü da aparan, sanki onların içində məsələn şair, ədəbiyyatçı, alim, riyaziyyatçı, heç nə yox imiş kimi. Və deməyim odur ki, bu propagandadır ki, bu günləri böyük şəhərlərdə insanları çağırırlar. Güya ki, sən baş açıq gəl, güya sən necə deyirlər, itiylə də gəl və bunu bu rejimin güya bir artıq ortaq dəyərləri qəbul etməsi və İslam inqilabının qorunması üçün bunların da həmrəylik göstərməsi kimi təqdim eləməyə çalışır. Maalesef bu gerçəklikdə belədir. Bax, elə indi neçə gündür bu müzakirələr söhbəti var ya, bugün meydanlarda deyirlər ki, deyir bu hicabsız gələnləri və yaxud bəziləri gəlir orada hicablarını götürürlər. Bunları deyir imkan verməyin bu qədər gəlsinlər. Sonra başımıza bəla olacaqlar. Görürsünüz? İndi artıq deyir başımıza bəla olacaqlar bunlar. İndidən deyir bunları bu cür deyir iki qütblük yaranacaq sonra deyir. Sonra biz bunlarla nə edəcəyik onu bilmirik. Baxın, məsələlər budur. Ona görə də burada o saxta dayanışma, saxta həmrəylik, hamımız İranlıyıq məsələsi. Axı hamımız İranlıyıq məsələsində sən əgər onları orada yaşayan qeyri-fars millətlərini qəbul etmirsənsə və İran sözünü sadəcə bir coğrafiya deyil, orada bir kimlik məsələsi kimi, yəni İranı Farsla eyniləşdirirsənsə, onun tarixini, kültürünü, dilini, hər şeyini bir adla eyniləşdirirsənsə, o birisi millətləri saymazlıqdan gəlirsənsə, demək ki, burada hər hansı bir formada həmrəylikdən danışmaq olmaz və deyək ki, onu legitimləşdirmək üçün, o iddiaları legitimləşdirmək üçün gərək sən göstərəsən ki, hansı şəraiti yaratmısan bu həmrəyliyə. Deyək ki, Azərbaycan türkləri özlərinə deyəndə ki, traktor nə qoldur, nə yoldur, o belə nə topdur, nə qoldur, traktor milli yoldur. İndi o traktorun sözünə orada baxın görün bizim millətimiz nə duruma gətirilib ki. Orada məsələn özəlliyi budur ki, Türkün milli yolu. Amma onu Türk sözünü traktor qoymuşuq ki, o qıcıqlandırmasın bu ağaları. Ki narahat olarlar. Necə yəni siz deyəsiniz ki, nə qoldur, nə topdur, Türkün milli yoludur məsələn traktor. Ya biz milli yol. Traktor Türkün milli yolu. Bəli. Yəni baxın, görün işi hara gətirirlər ki, insanlar öz kimliyini senzur eləsin, öz kimliyini dansın və onu dilə gətirməkdən çəkinsin. Yəni bir təhlükəsizlik məsələsi olsun. Belə olan halda təbii ki, bəziləri deyir indi mediada güya savaş çıxdı deyə İran xalqı hamı keçdi bu rejimin arxasına, hamı bu rejimi dəstəklədi. Bu yalandan ötə bir şey deyil. Bu günləri sizin də qeyd etdiyiniz kimi bütün araşdırmalarda ondan xəbər verir ki, insanlar ciddi şəkildə narahatdılar. İnsanlar bu internetin kəsilməsi ki 40 neçə gündə aparılır, ondan ciddi şəkildə narahatdılar. Elə o bir də o dayanışmanın bir tərəfdə təsəvvür eləyin ki, təsəvvürünüzə gətirin ki, Şöhrət bəy, 1 milyar 800 milyon dolar indiyə kimin bu internet kəsintiləri insanlara ziyan vurubdur. Nə qədər ailələr işsiz, yoxsul, səfil gündədirlər. Artıq insanlar çörəyi almağa belə düşünürlər ki, mən bu çörəyi necə əldə edəcəm? Bu mənada, yəni insanların sosial, ictimai həyatına biganə olan, onların milli kimliyinə, dini kimliyinə, kültürel kimliyinə biganə olan bir rejim durub o
həmrəylik nağıllarından danışanda gülməli görünür. Siyasi həmrəylikdən durub desək, məsələn, siyasi həmrəylik, nə zaman bunlar o siyasi, deyək ki, seçimlərdə, siyasi proseslərdə vətəndaşların iradəsinin təmsil olunmasına şərait yaradıblar ki, o olsun. İctimai proseslərdə, iqtisadi proseslərdə bu günləri pullar, milyard dollarlıq pullar kimlərin əlindədir? Baxın Şöhrət bəy, Çində, Rusiyada, Ərəb Əmirliklərində, Avropada ancaq sipahi pasdaran və ona bağlı olan qüvvələrin əlində trilyonlar, milyardlar dollar pullar var. İndi ancaq dərdləri odur ki, biz bu pulları necə gətirəcəyik ölkəyə? Bu günləri Dubaydan, məsələn, bir çox şeyləri eləyirdilər, Ərəb Əmirliklərindən, onların üzərindən eləyirdilər. İndi qalıblar ki, yaxşı biz bu, ən çox da bilirsiniz də, Çin və Rusiya bankları bunlara şərait yaradır. O pulların köçürülməsi, məhsulların alınması, cürbəcür şirkətlər var deyil. O Əli Şəmxani ki, indi onun oğlunun Dominikada vətəndaşlığını da saxta vətəndaşlıq almışdı. Onu da alıblar. O, məsələn, deyək ki, bu proseslərin aparılmasında nə qədər rolu olubdur və digərləri ki, vardı ki, deyək ki, pullar onların əlində. Sözümün canı bu ki, hansı sahəyə baxırsınız, orada ədalətsizlik, orada vətəndaşlara üstdən aşağı baxma varsa, bu mümkün deyil, deyək ki, məsələn, desinlər ki, savaş var, hamı da gəldi bizim bu rejimin arxasında qaldı, arxasına deyək ki, o dəstək verdi. Halbuki bu günləri Şöhrət bəy, sözümü bununla bitirim, bu günləri insanlar deyir ki, əgər bu savaş bitsə, əgər bu rejim qalsa, bizim talihimiz deyir, nə olacaq? Cavab budur. Sadiq bəy, bunların nağıllarından biri də rejim üçün döyüşüb öləcəm fikridir. Sinəmi qabağa verib özümü öldürəcəm, vuruşacam. Bu fikirdir. Bu da nağıllardan ibarətdir. O günü mən bir qonağımla söhbət edirdim. Maraqlı bir fikir işlətdi və o fikri mən biraz gəlişdirdim. Sual şəklində indi sizə ünvanlayacağım. Rejim sevinir, nə ilə sevindi? Trump deyəndə ki, enerji resurslarına, su təchizat olan yerləri, elektrik stansiyalarını vuracam, körpüləri vuracam. Bunlar milləti tökdülər ora ki, sipər olsunlar. Ağlı başında olan dövlət ağlıyla hərəkət edən bir ölkə millətini sığınacaqlara göndərərdi. Bombanın qabağına yox, qarşısına yox. Və bunu da millətin boynuna qoyur ki, güya millət özü istəyir ki, bu rejim üçün özünü öldürməyə hazırdır. Bu nağıla da istəyərdim bir münasibət bildirəsiniz. Çox təəssüf ki, siz gördünüz ki, az yaşlı uşaqları bu yoxlama postlarında, post patrol yerlərdə az ya 11, 12, 13, 14 yaşında uşaqları apardılar orada, qoydular. Hətta bəzi insanlar orada öldü o şəraitdə. O gecə toplantılarında ki, hökumət təşkil edir, orada bir sıra yaşlı qadınlar, orta yaşında olan qadınların üzərlərinə kəfən geydirdilər ki, biz canımızı sizin üçün verəcəyik. Bir sıra gənc qızların üzərinə ki, dünənə kimin onları hicab üstündə tuturdular, incidirdilər. İndi belə bir dırnaq arası deyək ki, propaganda məzəməsi eləyiblər ki, biz ey fərmandır, yəni ey komandir, biz sənin əmrinə hazırıq, biz burada əskər kimi durmuşuq, ölümə hazırıq. Baxın, bu təbii ki, mahiyyətdə belə deyil. Məsələn, belə bir araşdırmalar var idi, insanlara sual verirlər ki, əgər həqiqətən də savaş olursa, deyək ki, quru qoşunları ölkəyə daxil olursa, siz cəbhəyə gedərsiniz, deyir ki, gedərəm. Deyir ki, onda adı yaz, burada indi yarım saata hazırlaşıb getməliyik. Deyir, yox, valla, mənim işim var, deyir, sonra mən gələrəm. Yəni, bu, o zahirdə belə sözlərin deyilməsi, propagandanın üzərindən bu
kimi məsələlərin aparılması bir məsələdir, amma gerçəklik ayrı bir şeydir. Yəni 40 min insanı 2 gecədə öldürən bir rejimə heç kim, baxın, heç kim istəmir ki, qurbanlıq eləsin öz evladını. Heç kim, ha. Hətta sipahi pasdaranın öz içində olan fərmandehlər, komanderlər öz uşaqlarını xaricə göndərirlər. Da başda Abbas Iraqçı deyil, onun ailəsi də, xanımı da, uşaqları da bu günləri Livandadır. Orada yaşayırlar. Onların, yəni o günləri mən araşdırma aparırdım. O villası boşdu, qonşusu deyirdi. Burada deyir Abbas Iraqçının villasıdır. Boşdu bu dəqiqə, ailəsini Livana göndərib. Belə bir şəraitdə görəndə ki, yaxşı bunlar yoxdur, özləri ortada. Bu toplum artıq o fikirlərə allanmır. Yəni özünü də allatmır. 8 illik müharibə, İran-İraq müharibəsində də bunlar göstərdilər ki, ümumiyyətlə nə qədər biganə imişlər insanların o deyir varlığına. Yəni o qədər rahat qurbanlıq verirlər. Siz gördünüz də, elə bayaq da qeyd elədiyiniz bir çox yerlərə götürdülər insanları, orada yerləşdirdilər, üstlərinə də kəfən geydirdilər ki, güya Amerika gəlib buranı vuracaq, Amerika biz də bunu qoruyacaq öz canımızla, bədənimizlə və beləliklə nümayiş etdirdilər, təbliğat etdirdilər ki, İran xalqı müqavimət göstərərək imkan vermədi Trump'ı belə bir hərəkət eləsin və onu geri otuzdurdu. Baxın, ha. Yəni, belə mi? Amma mahiyyətə baxanda gördünüz, Trump nə dedi? Trump dedi, mən əgər o sözü deməsəydi, bunlar deyir, gəlib oturmazdılar bir masada. Çünki öz maraqları əldən gedirdi. Baxın, öz maraqları, yəni sipahi pasdara elə belə deyil. Mən hətta bu savaşın lap belə 2 ay öncəsində mən bir müsahibə dedim bu Sipah Xameneyini də, onun oğlunu da, onun 7 nəslini də qurban verər sipahi pasdara bir oktapus olubdur. Artıq özü bir varlıqdır artıq və bir təhlükəli varlıqdır və çox təəssüf ki, öz məqsədlərini çatmaq üçün insanları da qurban verərlər, insanlara sığınacaq yox, heç nə verməzlər. Bax, bu günləri artıq bir çox şəhərlərdə, şöhrətdə çörək qıtlığı var, un qıtlığı var. İnsanlar indi çörəklə imtihana çəkilirlər. Qadınlarla bağlı maraqlı bir sosial medyada, Facebookda maraqlı bir paylaşım eləmişdiniz. Saçı açıq qadın şəkili qoymuşdunuz. O da diqqətimi çəkdi. Qadınlardan deməli, güya onlara azadlıq, hüquq vermək adına eləyirlər. Bu hilənin arxasında nə dayanır və bu prosesi sizcə davam etdirəcəklər ki? Mən inanmıram davam etdirilsin. Bunu belə göstərirlər ki, baxın, ictimai və sosial dayanışma, həmrəylik, görün hansı boyutdadır ki, 47 ildən sonra ölkədə gənc nəsil, Z kuşağı dediyimiz o nəsil, bu rejimin arxasındadır və bu rejimi dəstəkləyir, bunun rəhbərini sevir, bunun rəhbərinin bu hakimiyyətdə qalması üçün əlindən gələni eləyir və hazırdır canını qurban versin və s. və s. Bunu demək üçün görürsünüz, məsələn deyək ki, biri Dubayda, Türkiyədə modeldir, model olubdur, məsələn qadındır. Oradan bir nəfər gətirirlər, 2 nəfər gətirirlər. Daxildə bir sıra insanları, o deyir, pul qarşılığında onlardan müsahibə alırlar. Özdə suallara da baxırsan, məqsəd yönlü suallar. Siz niyə gəlmişsiniz? Cavab, Xameneyini sevdiyim üçün. Bəs əvvəl sevirdiniz? Yox, əvvəl sevmirdi, öləndən sonra sevməyə başladım. Yaxşı, bəs siz qorxmursunuz ki, sizi pəhləvicilər gəlib öldürər? Yox, qorxmuram, pəhləvi qələt edir, 7 arxadan dönərli ilə. Bu da belə getdi. Bəs o ölkəni parçalamaq istəyən
qruplara, qruplaşmalara sizin mesajınız nədir? Ölkəni parça, biz burada can verərik, qan verərik, özümüzü ölümə verərik, qoymarıq, məsələn, ölkənin bir qarışı da əldən geçsin. Baxın, bəsit suallar, bəsit cavablar, mənasız cavablar, heç bir-birinə dəxli olmayan macəralar. Çünki, məsələn, bu rejimin təbliğ elədiyi bu ki, ay ölkəni parçalamaq istəyirlər, nə bilim, separatçılar belə gəldi, separatçı elə getdi. Siz özünüz baxın da, orada ən güclü, ən sayı çox millət Azərbaycan türkləridir. Azərbaycan türkləri bugünə kimi silahlı savaşa getməyib və getmək niyyətində də deyil. Düzdürmü? Azərbaycan türkləri olmadan onlar hər hansı bir prosesə qatılmadan hər hansı bir necə deyərlər dəyişimdən söhbət gedə bilməz. İndi bunların ən çox fəaliyyətləri nədən ibarətdir? Fəaliyyətləri ondan ibarətdir ki, necə deyərlər, Şöhrət bəy. Ondan ibarətdir ki, məsələn, göstərsinlər ki, Bəluçlar, göstərsinlər ki, o tərəfdən Kürdlər amandı, silahlı baskın eləyəcəklər. Halbuki bu gülməli görünür. Yəni, mümkün deyil. Hətta onların arxasında belə bəlli xarici güclər olsa belə, o proses o şəkildə cəryan etməsi mümkün deyil ki, bunlar iddia edirlər. İndi az yaşlı 20 yaşında, 21 yaşında uşaq məsələnin mahiyyətini bilmədiyi halda gəlib ona o sualı verəndə ki, belə bir şey olacaq, siz niyə bu rejimin arxasındasınız? Sonra o da belə bu kimin deyək ki, argumentlərlə, bu kimin sadə cavablarla göstərsin ki, bu rejim çox dayanıqlıdır, bu rejimin arxasında yeni quşaq, yeni nəsil dəstəkdir və bu davam eləyəcək məsələsini göstərmək gülüncdür. Və indi düşünün, baxın bunlardan necə sui-istifadə eləyəcəklər. Örnəyin deyir, amma o deyir, bunu hardan bilirsiniz? Tarixi təcrübədə. Tarixi təcrübə nədir Şöhrət bəy? İslam inqilabı 1979-cu ildə baş verəndə, orada bilirsiniz, müxtəlif deyək ki, siyasi cəryanlar da var idi. Özəlliklə bu sol cəryanları, solçular. Solçular əsasən onların o imperializmə, elə bugün də görürsünüz, bir çox solçular bu rejimi dəstək. İmperializm belə gəldi, İsrail elə getdi, Yahudilər dünyanın bütün problemlərinin kökündədirlər və s. və İslam inqilabı, Ağa Xumeyni də bu işi həll eləyəcək, bizlə həmrəydir, biz gələcəyik, bu savadsızın biridir, o qədər də başa düşmür, dövlət yönetimində bizim təcrübələrimiz var, siyasi təşkilatlanmalarımız var, kadrlarımız var, gəlib işin başına keçəcək. Orada o milli məzhəbi deyilənlər, hansı ki sol təmayüllü milli məzhəbçilər gəldilər, onlar başladılar yavaş-yavaş deyək ki, prezident filan və s. müvəqqəti hökumət qurmalar və bu davam elədi 1981-ci ilə qədər. 81-dən sonra bunları yavaş-yavaş bir-bir dənlədilər. Yəni başda gedən o ilk prezident var idi, onu savaş xaini elan elədilər. Onu və onun ətrafında kim varsa, xalq mücahidləri deyilər ki, onunla güya işbirliyi aparır, onlarla işbirliyi, onlar da xarici qüvvəyə, çünki əlində onların silahları var idi. Onların silahları alındı, onlar terror adı ilə tanıtdırıldı, sonra onların hamısını qırdılar da, necə lazım idi, yavaş-yavaş qırdılar və təmiz qırmağa, yəni güllələmək anlamında, yəni elə belə qırmaq yox. Mən deyək ki, tanışlardan onların şəkillərini göstərirdi, kamyon cəsədlər, yəni mən şəxsən o şəkilləri görmüşəm ki, qan belə süzülürdü oradan, kamyonlardan. Onları hamısını Xavəran deyilən, o Tehranın o şərq bölgəsində Xavəran deyilən bir yer var, apardılar orada, bastırdılar. Hələ də bilinmir kim kimədir, nədir və s. Və beləliklə
solçuları, ne var idi de o olan kalan hamısını bu rejim məhv elədi, götürdü, sıradan çıxartdı. İndi de bakın görün o hatta yani rejimin öz içinden çıkmış siyasilərə belə indidən xəyanət damğası vurup onları da təmizləyəcəklər. Kaldı ki bu mesela kızlardı, bu cavan uşaqlardı. Ben şəxsən inanmıram. Çünkü bunun anayasasında gərək dəyişim ola, gərək o mədəni qanunlarında dəyişim ola. Bir sıra dəyişimlər ola. O dəyişimlər də yoxdur. Hələ də parlament o Ali Milli Təhlükəsizlik Şurasına göndərdiyi hicabla bağlı layihəni geri istəmir. Hələ də onun icrasında ısrarlıdır. Və beləliklə sizin de dediğiniz gibi bu da nağılın bir başka parçasıdır ki o genç kızları istifade edirlər, onlardan propaganda malzemesi kimi istifade edirlər ki o sizin qeyd ettiğiniz o həmrəylik nağılını dünyaya göstersinler diye ki insanlara göstersinler ama həqiqət budur ki o insanları aldatıp sonra da sıradan çıkaracaklar ve eğer bu rejim kalırsa bu mahiyyətdə inanın ki hələ bundan sonra deyir çox şeyler görəcək. Sadıq Bey, vaxtımız yekunlaşır amma bir şeyi də mütləq mən sizlə istəyərdim, siz də münasibət bildirərsiniz. Bu Türkiyədən bir maşın karvanı gəldi Güney Azərbaycana. Bu rejimə olan dəstəyin yoxsa Güneyə olan sevginin nəticəsi kimi bunu izah eləyək. Bunun anlamını siz necə şərh edərsiniz? Mən sözündüzü söz tapa bilmədim. Elə bugün bir verilişdə də elə yarı zarafat, yarı ciddi dedim ki, illərdir mübarizə aparan Təbrizli, Urmiyalı bunların bu İran dəstəyinə görə onları oradan döyüb qovacaqlar. Yalnız bu ironik bu fikri deyə bildim. Başka bir şərh verə bilmədim. Siz necə düşünürsünüz? Siz bilirsiniz ki, məsələn deyək ki, zaman zaman Türkiyə dövlətinin terrorizmə qarşı mübarizəsində traktor oyunlarında Azərbaycan Türkləri Türkiyəyə dayanışma göstərmək üçün, baxın dayanışma belə olur. Yəni könüllü, ortaq məqsəd üçün və ortaq dəyərlər üçün. Biz necə terrorizmə qarşıyıq, Türkiyə dövləti də terrorizmə qarşı mübarizə apardığı üçün o dayanışmanı biz göstərmişik. Türkiyə bayrağını qaldırmışıq. Türk əskərinə salam veriblər bizim o igid gənclərimiz və o gənclər ki Türk bayrağı qaldırıblar, onun üçün həbs olublar, işgəncə olublar. Türkiyə mitinə və yaxud Türkiyə dövlətinə bağlı olduqları üçün, onlara casusluq edildikləri üçün, onlara necə deyərlər, onlardan ayda güya $200 alıb İran adlanan ölkənin bütün sirrini onlara satdıkları üçün bu kimi saxta, yersiz ittihamlarla aylarla, illərlə həyatlarından olublar. Həbs, işgəncə və iş yerindən qovulanlar və s. Bu əzablara dözmüşük biz, Güney Azərbaycanda bizim insanlarımız. Nədir? Türkiyə bayrağı. Təsəvvürünüzə gətirin ki, o balaca bayraqlar olur, döş nişanı və yaxud bu açarların üstündə deyək ki, açarlar taxılır, gəzdirilir. Onlar Təbriz mağazasında satılanda ki, orada Azərbaycan və Türkiyə bayrağı var, bütün Fars medyasında, daxildə və xaricdə bir vay-şüvən qalxdı ki, Pan-Türkistan Təbriz ra işğal kerdi. Pan-Türklər Təbrizi işğal eləyibdi. Baxın ha. O bayrağa görə belə bir damğanı Azərbaycanlılara, Təbrizlilərə vurdu. Halbuki, yəni başqa nətər olur? Amerikanın bayrağı, Avropanın bir çox ölkələrinin bayrağı, siz getsəz mesela o turist kimi ora, deyək ki satılır, ala bilərsiniz. Onlar heç bir şey anlam kəsb eləmir hətta. Hətta Amerikanın bayrağı belə. Amma Türkiyə bayrağı, Azərbaycan bayrağı bu qədər sizə təhlükəli görünür. Və onun üzərindən bizim insanları baskı altında saxlayırsınız. İndi deyək ki, Türkiyədən, İğdırdan 70 nəfər
yığışdılar, əllərində də bayraq və getdilər Təbrizə, Urmuya, orada güya ki dəstək versinlər bu rejimə və əsas da mahiyyət bundan ibarət idi ki, Xameneiyə, bu Müştəbə Xameneiyə beyyət eləmək üçün. Bunlar beyyətçilər idi, getdilər. Yəni, bunlar rejimə beyyət eləyən, bunun arxasında maddi qaynaqlar var. Bunun arxasında Türkiyənin milli təhlükəsizliyinə təhlükə var. Bunu da anlamaq lazımdır. İndi mən ümid edirəm Türkiyə dövləti heç olmasa bunu görsün. Görsün ki, bu İran bayrağı ilə Türkiyənin bayrağının da yanlarında maşına minib gedənlər kimlərdir? Bunları kim göndərdi? Baxın, bunları demirəm. Bu insanlar 70 nəfər adi insan da ola bilər. Adi inanclı insanlar da ola bilərlər. Şiədir, Ələvidir, hər nədirsə, inanır, deyir ki, bu da Şiə dövlətidir. Gedir. Amma bunların arxasındakı o oyunu quran Sipahi Quds əgər Türkiyə dövlətinə qarşı bu günləri Türkiyə dövləti PKK terrorunu bitirmək üzrədir və yaxud ona çalışır, imtiyazlar verir, nələr verir. O qədər imtiyaz verir ki, bir Kürt terroristi gəlsin Türkiyə Böyük Millət Məclisində Qasimlu kimi terroristə o, necə deyərlər, onun 100 illiyini qeyd etsin orada. Orada bəyanat oxusun. O qədər güzəştə gedir. Yaxşı, belə olduğu halda Sipahi Quds Türkiyəni sakit bıraxarmı? Bugünə kimi sakit mi bıraxır? Onların içində terrorçu yetişdirməsə, terrorçuları daha da aktivləşdirməsə, onların maliyyə qaynaqlarını daha da gücləndirməsə, ikinci Hizbullahın daha güclüsünü, baxın, Hizbullahı bitirirlər. Hizbullah başqa harda yaranmalıdır? İstəyirlər Ermənistan, Qarabağda yaratsınlar. Alınmadı. Bu günləri, sabahları, bir ildən sonra İğdırda, o tərəflərin adları şəhərlərin, hansısa şəhərlərində, mərkəzləşdirilmiş, Qarsda, Fulanda, mərkəzləşdirilmiş Hizbullah tipli qüvvələr yavaş-yavaş formalaşasa, sonra onlar silahlandırırlarsa, onların əlaqələrini bilirsinizlər Hizbullahla. Suriya üzərindən, sonra Livan üzərindən onlar Hizbullaha neçə keçənlərdə səhv eləmirəmsə 20 milyon dolar onlar pul apardılar, verdilər. Kimi, musafir kimi, yəni sərnişin təyyarəyə oturdular. Atatürk'ün bayrağını da, Atatürk'ün portretini də taxtılar üzərlərinə. Getdilər orada Hizbullah'a pul apardılar. Bunlar çox ciddi bir təhlükə mənbəyi olacaqlar. Mən demirəm, o inancılı adamlarla işim yoxdur. Sipahi Quds'un əgər o ictimai bazası orada güclənərsə, bu günləri deyək ki, hətta Amerikaya bütün imtiyazları verələr ki, hakimiyyətdə qalalar. Sipahi Quds əl çəkməyəcək o şiəçilik və terror üzərindən mekanizmlərinin genişləndirilməsini. Baxın, bunu burada deyirəm. Nə vaxtsa biz gəlib, ümid edirəm çatmayaq, amma çatsaq təəccüblənməyək ki, Sipahi paslara terror və terrorizmin şəbəkələndirilməsindən heç bir zaman vaz keçməyəcək. Necə ki, PKK terroristləri güya silah buraxdılar, amma o silahlar gəldi İraqda və yaxud başqa yerlərdə hələ də hazır durur. Sadəcə onlar fürsət gözləyirlər. Hansı fürsətdə o silahlardan istifadə edirlər. Sözümün canı bu ki, çox təəccübləndiricidir. Keşkə onlar həqiqətən də səmimi olardılar. Bir dəfə də 40 milyon Azərbaycan şiə türkünün Fars molla rejiminin əli altında necə əzildiyini də görərdilər. Onların o, necə deyərlər, haqları haqqında da bir dəfə də olsun, bir dəfə, çox demirəm, bir bəyanat verərdilər ki, ey molla rejimi, ey Xamenei, ey məsələn rəhbər-i müəzzəm, nə dillə deyirlərsə desinlər. Nə olar, sən də şiəsən, bunlar da şiədir. İncitmə bu şiələri. Bu şiələrin dilin ver, mədəniyyətini ver, onların milli, mədəni
siyasi kimliyinə sayğı göstər, siyasi iradəsinə sayğı göstər. Onları bu qədər incitmə. Nə olar bir dənə də belə bəyanat versinlər. Amma verməzlər çünki onlar şuurları, beyinləri o vahid bu Şiə onların beynində Şiə, amma Fars Şiəçiliyi əsasında ideolojinin içində o necə deyərlər əriyib gedirlər və ona tabe edirlər və çox təəssüf ki, bunun arxasında həm siyasi, həm də bu rejimin terror maraqları da durubdur. Təşəkkür ederim Sadiq bəy, minnətdaram, maraqlı müzakirə oldu və sizinlə sağollaşıram. Bir verilişin əvvəlində dedim ki, rejim bu cür ciddi propaganda aparır. Amma onu da tamaşaçılara bildirim ki, rejim propagandanı aparır və amma ona cavab verən güclər də var. Yəni bizim apardığımız mübarizə boş-boşuna deyil və onlara veriləcək cavabımız kifayət qədərdir və kifayət qədər platformalarda da cavablarını veririk. Təşəkkür ederim Sadiq bəy. Siz bu istiqamətdə çox ciddi işləriniz var. Mən sosial mediadan sizi çox ciddi izləyirəm. Elə məqamları ifşa edirsiniz ki, çox belə deyəm, mütəxəssislərin ağlına belə gəlmir. Yəni o gizlənən məqamları çıxarıb siz ifşa edirsiniz və bu da kütlənin beyninə oturacaq ideyalardır, oturacaq məlumatlardır. Təşəkkür edirəm. Hörmətli tamaşaçılar, xatırladım ki, studiyamın qonağı siyasi şərhçi Sadiq Səbəyli idi. Onu da xatırladım ki, verilişimiz YouTube kanalına yayımlanır. Baxın, bəyənin, paylaşın ki, daha çox soydaşımız görsün. Mən də sizinlə sağollaşıram. Hələlik. Görüşənə.